Salam, əziz və dəyərli müəllimlər. İyun ayında hazırlamış olduğum müəllimlərin işə qəbulu imtahanı üzrə sınağın izahlarına gəlin keçək. Birinci sualımızla başlayaq. Complete the sentence with the appropriate idiom. Verilən cümləni uyğun idiomla tamamlayaq. I know you are upset about failing the test. Mən bilirəm ki, imtahandan keçmədiyin üçün sən məyussan. But there is no point. Amma məna yoxdur, məntiq yoxdur, məna yoxdur. Nədə? Barking up the wrong tree. Yanlış adamı günahlandırmaq məntiqli deyil. Crying over spilled milk, yəni sonraki peşmançılığa fayda verməz. Bəli, B variantı düzgün cavabdır. Yəni sonradan peşman olmaqda və yaxud da ki, ağlayıb sızlamaqda heç bir məna yoxdur. B düzgün cavabdır. Hitting the sack, hit the sack yatmaq deməkdir. Yoxuya getmək. Breaking the ice, vəziyyəti yumşaltmaq, buzları əritmək. Bite the bullet isə çətinliyə sinə gəlmək, yəni çətinliyə dözmək deməkdir. Deməli, bu idiomların heç biri uyğun deyil. Crying over spilled milk ümumiyyətlə deməli mənası don't cry over spilled milk şəklində verilir adətən bir idiomlara və mənası sonraki peşmançılığa fayda verməz deməkdir. B variantımız düzgün cavabdır. İkinci testimizə baxırıq. Which option best completes the given sentence? Baxaq görək, verilən fe'llərimizdən hansı cümləmizi ən uyğun şəkildə tamamlayır. China's food output was reported to be the greatest in the world, from nearly 5 million tons to about 9 million tons between 2010 and 2012. Demək, burada deyir ki, Çinin ərzaq istehsalı 2010-2012-ci illər arasında, yəni əmin illər arasında təxminən 5 milyon tondan təxminən 9 milyon tona qədər qalxaraq təsirsiz fe'l olduğu üçün və vergüldən sonra fe'l sifət bir quruluşu gəldiyi üçün C variantı burada düzgün cavabdır. Vergül olduğu üçün T infinitiv ola bilməz. A, Y variantını çıxırıq. Raisingdən sonra təsirli olduğu üçün tamamlıq gəlməlidir. Nə isə qaldırmaq. Reason isə burada fe'l sifət 2 formasında işlənməsi məntiqli deyil. Ona görə də C variantı düzgün cavabdır. Məlum növdədir çünki 5 milyon tondan 9 milyon tona qədər qalxarıq və bilirik ki, rise fe'li təsis olduğu üçün məchul növdə işlənə bilmir. Deməli, düzgün cavabımız oldu C variantı, yəni Çinin ərzaq istehsalı 2010-2012-ci illər ərzində təxminən 5 milyon tondan təxminən 9 milyon tona qədər qalxaraq dünyada ən böyük ərzaq istehsalıdır. Ərzaq istehsalı olması məruzə edilir. C düzgün cavab. Üçüncü testimizə baxırıq. Complete the given sentence with the appropriate counterfires. Kəmiyyət bildirən sözlərlə cümləmizi tamamlayaq. Since our childhood, uşaqlığımızdan bəri, we have been told stories, Cəmsim. Və buradakı biz birinci verilən kəmiyyət bildirən sözlərə baxırıq ki, hər biri ilə əslində uyğundur. Çünki hər birindən sonra Cəmsim gəlir. Davam edək by our parents or grandparents and of them, whether we are aware of it or not, must have left an impact on our personality. Burada əvvəla of'u çıxırıq. Çünki of'dan every'ni çıxırıq. Every'dən sonra of olmaz. A variantını çıxdıq. Daha sonra burada əgər a number of B variantında a number of çoxlu deyilirsə az ikilik bildirən, kəmiyyət bildirən sözün işləməsi düzgün deyil. Eyni zamanda C variantında a lot of çoxlu deyib boss ikilik bildirən ismin kəmiyyət bildirən sözün işlənməsi yanlışdır. D variantımız burada düzgün cavabdır məna cəhətdən də. Çünki deyir ki, bizim uşaqlığımızdan bəri bizə valideynlərimiz və nənə-babalarımız tərəfindən bir neçə hekayələr danışılıb. Bizim onlardan belə deyil, onlardan xəbərimiz olub olmamasından asılı olmayaraq, məlumatımız olub olmamasından asılı olmayaraq deyir. Each of them, onların hər biri, yəni danışılan hekayənin hər biri bizim şəxsiyyətimizdə müəyyən bir təsir qoymuş olmalıdır. D düzgün cavabdır. Yəni Y variantında məna cəhətdən düz deyil, çünki sonda inkarlıq var və burada o deməkdir ki, bizə əksər hekayələr danışılıb, amma onların heç biri biz onlardan məlumatlı olaq yoxsa olmayaq, bizə heç biri bizim şəxsiyyətimizə təsiri olmuş olmamalıdır. Bu məntiqli deyil, çünki biz bunu öz dilimizdə də, yəni öz anlayışımızla da bilirik ki, danışılan hər bir hekayənin müəyyən qədər bizim şəxsiyyətimizə müəyyən təsir olur. Məsələn, ibrətamiz hekayələr danışılırsa, kiməsə yaşlı insanlara kömək etmək kimi, məsələn, kiməsə nəqliyyat vasitələrində yer vermək kimi və yaxud da ki, yalan danışmamaq kimi keyfiyyətlər aşılanır.
hekayələrdə və o hekayələr təbii ki, onların o təsirləri bizim şəxsiyyətimizdə də mütləq ki bir izini buraxmalıdır. Ona görə inkar formada vermək də məna cəhətdən düzgün deyil. D düzgün cavabdır. Dördüncü testə baxırıq. Complete the given sentence with the appropriate prepositions. Söz önünü, uyğun söz önünü tapmalıyıq. A tidy bedroom is good. Bax, burada əziz müəllimlər, diqqətli olun. Ümumiyyətlə sizə hər birinizə imtahan verən hər bir şəxsə məsləhətim budur ki, verilən cümləni və variantları sona qədər baxın. Çünki bəzən bildiyiniz cavab əslində o cavab olmaya bilər. Yəni, biz good-u ən çox görmüşük, to be good at və avtomatik olaraq Y variantını seçə bilərdiniz. Amma to be good at nədəsə yaxşı olmaqdır. Amma burada deyir ki, səliqəli yataq otağı sənin sağlamlığınız, sizin sağlamlığınız üçün yaxşıdır. Sizin sağlamlığınız üçündirsə, deməli, birinci forla başlamalıdır. A variantı da düzgün cavab. Because people who tidy their bedrooms every day do more physical activity when compared to those who don't. Çünki deyir ki, otaqlarına hər gün, yataq otaqlarına hər gün səliqəyə salan insanlar, səliqəyə salmayan insanlarla müqayisədə daha çox fiziki iş görürlər. Deməli, A variantı düzgün cavabdır. Good for sənin sağlamlığın üçün yaxşıdır və nə iləsə müqayisədə deyəndə compare to ilə işlənir. Ona görə A variantı düzgün cavabdır. 5-ci testimizə baxırıq. Bizdən bağlayıcını soruşur. Görək, ən uyğun gələn bağlayıcımız hansıdır? The noise is not too loud to wake us. It might impair our sleep. Impair our sleep, yəni bizim yuxumuzu poza bilər deməkdir. Deyir ki, səs-küyü bizi oyatmaq üçün çox yüksək olmasa da belə bizim yuxumuzu poza bilər. Deməli, D variantımız da burada düzgün cavab. Ziddiyyət var çünki. Even if, hətta əgər səs-küy bizi oyatmaq üçün çox yüksək olmasa da bizim yuxumuza mənfi təsiri ola bilər. Yəni, yuxumuzu qarışdıra bilər, poza bilər. Provided that if deməkdir, şərti bildirir. Burada şərt yoxdur. As long as də şərti bildirir. Unless, if not deməkdir. Yəni, unless varsa ikinci inkarlıq ola bilməzdir. Ona görə, yəni, belə deyək, unless cavabı düzgün ola bilməz. Provided, as long as də şərti bildirir. As long as zamanı da bildirə bilir, müddətcə mənasında. Və less isə məqsədi bildirir ki, burada da hər hansı bir məqsəddən söhbət getmir. Ziddiyyət olduğu üçün deyil, düzgün cavabdır. 6-cı testimizə baxırıq. Match the phrasal verbs with the correct definitions. Bu bizim dərsimizdən olan phrasallardır. Mənalarını gəlin baxaq. Dig into, araşdırmaq deməkdir. Araşdıraraq nəyisə tapmaq. To find out more about something by investigating. Yəni, araşdıraraq nəyisə tapmaq. Bir C variantıdır. Embark on, nəyisə başlamaq. Yəni, hər hansı bir yeni vacib bir şeyə başlamaq. To start something new or important. Hang out isə vaxt keçirtmək, yəni yaxşı vaxt keçirmək. To spend time relaxing or enjoying yourself, often with other people. Adətən, yəni digər insanlarla yaxşı vaxt keçir, istirahət etməyə və yaxud zövq almağa vaxt keçirtmək, xüsusilə də başqaları ilə. Deməli, hang out-da A variantı düzgün cavabdır. 1, C, 2, B, 3A, ümumilikdə B variantımız düzgün cavabdır. 7-ci testimizə baxırıq. Complete the given sentence with the appropriate word. Uyğun sözü tamamlayaq. His speech was often by phone calls. Onun nitqi, çıxışı, tez-tez telefon zəngləri ilə nə idi? Pozulurdu. Onun nitqi telefon zənglərindən, belə deyib, pozulurdu. Yarımçıq qalırdı belə. Disrupteddir burada. Disrupt, pozmaq, bölmək, bölünürdü. Yəni onun nitqi, çıxışı telefon zənglərindən bölünürdü. Disruptdır burada. Certified təsdiqləməkdir. Approve da həmçinin bəyənmək və təsdiqləmək mənası var. Consulted məsləhətləşməkdir. Consult məsləhət vermək. Present isə təqdim etməkdir. Deməli, düzgün cavab B variantıdır. 8-ci testimizə baxaraq, in which option is the given verbal misuse? Baxaq görək hansı deməli verbal feilin şəxsiz forması səhv işlənmişdir. I must remember to visit the bank on my way home because I need to take some money from my account. Biz bilirik ki, rememberdən sonra to infinitive gələndə hərəkət gələcəyə yönəlik olur. Yəni, hərəkət hələ yerinə yetməmiş olur və bir məqsəd olur. Və burada deyir ki, mən evə gedən yoldakı banka evə gedərkən banka baş çəkməyi xatırlamalıyam. Çünki öz hesabımdan biraz pul götürməliyəm. Deməli, hələ pul götürməlidir öz hesabından. Ona görə də yadına salmalıdır ki, o yolunun üstündəki olan evə gedən yolda banka neynəsin, baş çəksin. Hərəkət hələ baş verməyib, hələ baş verəcək deyə to infinitive işlənir, düzdür. Bizdən isə səhvi soruşur.
Could you please stop talking? Zəhmət olsa danışmanı kəsə bilərsiniz, dayandıra bilərsiniz. Bəli. Stop dayandırmaq mənasında gerund ilə işlənir. I can't concentrate on my project. Mən layihəmə diqqətimi verə bilmirəm. Concentrate on, focus on. On sözünü ilə işlənir. Burada da onu xatırlatmış olaq. I regretted buying the house. Regretdən sonra əgər ing gəlirsə, hərəkət keçmişə aid olur. Peşmanlıq mənasını verir. Biz bilirik ki, peşman nə zaman olursan, əlbəttə ki, hər hansı bir iş baş verərsə və sənin ürəyincə olmazsa deməli peşman olursa. Və burada deyir ki, evi almağıma peşman oldum, çünki onun rənglənməyə və bəzənməyə ehtiyacı var. C variantında da bir yanlışlıq yoxdur. Çünki artıq evi alıb. Hərəkət keçmişə aiddir. I'll never forget to go on a trip to Spain. It was a wonderful experience. D variantı yanlışdır. Çünki deyir ki, mən İspaniyaya gedən səfərimi, yəni İspaniyaya olan səfərimi deyir, heç vaxt unutmayacağam. O deyir, möhtəşəm bir sərgüzəşt oldu, macera oldu, sərgüzəşt oldu. Deməli, bu baş verib. Bax, burada was-la işlənməsi də artıq İspaniyaya getdiyini göstərir. Hərəkət keçmişə aid olduğu üçün to infinitivlə deyil, gerund ilə ifadə olunmalıydı. Yəni, forget, going on olmalıydı. Deməli, D variantı yanlışdır və yanlışı soruşduğu üçün D-ni düzgün cavab olaraq götürəcəyik. Y variantına baxırıq. Y variantında I regret to say that there will not be any meetings. Regretdən sonra to infinitive nə zaman gələ bilər? Əgər hərəkət gələcəyə yönümlü olarsa və təəssüf mənasını bildirərsə. Və bundan başqa da regretdən sonra to say, to tell, to inform sözləri gələrsə to infinitivlə işlənir. Deyir ki, təəssüf hissi ilə deyim ki, heç bir görüş olmayacaq. Yəni, hələ hərəkət görürsünüz, veldə olması gələcəyə yönümlü olacağını göstərir, hərəkətin hələ baş vermədiyini göstərir. Deməli, to infinitivlə işlənməsi də düzdür. D variantımız düzgün oldu. 8-ci testimizdə, 9-cu testimizə baxırıq. Bizdən dərəcələnən sifətin harada səhv işləndiyini göstərir. She was very tired. Bilirik ki, ümumiyyətlə idili sifətlər more ilə düzəlir. Yəni, dərəcələnə bilir. She was very tired after the long journey və very dərəcələnən sifətlə işlənə bilir. Düzdür. He seemed extremely happy. Extremely də həmçinin dərəcələnən sifətlə işlənə bilir. Happy də dərəcələnə bilir. Tired misal more tired, the most tired. Happy, happier, the happiest. D variantında the weather was absolutely cold in the mountains. Cold dərəcələnir. Cold, colder, the coldest. Amma absolutely dərəcələnməyən sifətlə işləndiyi üçün ona görə C variantını düzgün cavab götürəcəyik. Çünki burada gradable adjective artıq düzgün zərflə işlənməyib. Ona görə C variantını götürəcəyik. D variantına baxırıq. They looked quite worried about the situation. Bəli, quite dərəcələnən sifətlərində işlənir, dərəcələnməyəndən də işlənir. Ebitenoid da dərəcələnən sifətlə işlənə bilir, düzdür. Və biz bilirik ki, ebit müsbət mənası sözlə işlənir, dərəcələnir. Yəni, ebitdən sonra, yəni daha doğrusu, ebitdən sonra müqayisə dərəcəsi işlənir. Amma mənfi mənalı söz olanda heç bir dərəcələnmə, müqayisə dərəcəsi işlənmir, yəni bu mənada. I was a bit annoyed by his attitude. Yəni, burada a bit təngə gəlmişə, mənfi mənalı söz olduğu üçün biz burada artıq sırf müqayisə dərəcəsini istifadə etmirik. Amma a bit annoyed işlənməsi düzgündür. Düzgün cavabımız oldu C variantı. 10-cu testə baxırıq. Choose the wrong variant. Səhv variantı soruşur. I live near the school. Niyə yaxınlıqda deməkdir? Niyəli təxminən deməkdir. Və A variantı deyir ki, mən məktəbə yaxın yaşayıram. Okay, düzdür. He came nearly every day last week. O keçən həftə demək olar ki, hər gün gəldi. Təxminən hər gün. Demək olar ki, hər gün. Düzdür. We near miss the train. Baxın, niyə nəyinsə yaxınlığında yaxın deməkdir. Və burada niyə yox, niyəli olmalıydı. Çünki hansı mənanı ifadə edəcəkdir? Biz az qala qatarı buraxdıq. Yəni, biz az qala, belə deyək, az qala hardasa, belə deyək, türklərdə bu nərədəysə sözü kimi tərcümə olunur. Yəni, biz az qala, bizdə də az qala qatarı qaçırtdıq. Deməli, C variantı düzgün cavabdır. Səhvi soruşduğu üçün. It was nearly midnight when we left. Biz deyir, çıxıb gedəndə demək olar ki, gecə yarısı idi, düzdür. We stood near the window. Biz pəncərənin yaxınlığında dayandıq. Bu da düzdür. Deməli, C variantımız düzgün cavabı oldu. 11-ci testə baxırıq. Read the paragraph and choose the best option to complete the sentence. Paragraf oxuyaq və baxaq görək ən uyğun sözümüz, feilimiz hansıdır ki, cümləmizi uyğun tamamlasın. Liza had always dreamed of becoming a pilot. Liza hər zaman təyyarəçi olmağı arzulamışdı. Since she was a child, she planes in the sky and imagined herself flying one of them. Deyir, uşaqlığından bəri o neynirdi? Yəni, uşaqlığından bəri
səmada təyyarələri izləyərdi və özünü onlardan birini idarə edən kimi təsəvvür edirdi. Bax, bu bir zamanlar baş verən hərəkət ifadə edir. Used to watch, deyə düzgün cavabdır. After finishing school, məktəbi bitirəndən sonra deyir, she applied to a flight academy, yəni uçuş üzrə akademiyaya müraciət etdi and was accepted və qəbul edildi. Yəni uşaqlığından bəri neyniyərdi? Təyyarələri, səmada təyyarələri izləyərdi. Bu demək indi izləmə anlamına gəlmir. O zaman izləyərdi, amma indi artıq daha belə deyək, artıq uçuş akademiyasına birbaşa müraciət edib və qəbul edilibdir. D variantımız düzgün cavabdır. 12-ci testə baxırıq. Match the expressions to the given sentences. Bu expressionlar baxaq görək hansı uyğundur. Be about yaxın gələcəyi bildirir və adətən danışıqlarda, dialoqda işlənir və yaxın gələcəyi bildirir. Be due to rəsmi anlamda nəyinsə yaxın bir müddətdə baş verəcəyini və planlaşdırılmış bir hərəkəti bildirir və adətən müəyyən bir cədvələ əsaslanır. Be able to isə bilmək, bacarmaq deməkdir. Can'in ekvivalentidir. The train arrive at 6:30, so let's hurry. Burada deyir ki, qatar saat 7-nin yarısı gəlib çatacaq. Yəni, gəlib çatması planlaşdırılır. Hər hansı bir saat plan varsa, be due to olacaq, bir B olacaq. After years of practice, deməli, bir neçə təcrübə dolu illərdən sonra, she is finally be able olacaq burada. She is finally able to play the violin professional, artıq skripkanı profesional şəkildə çala bilir. Məşqdən, bir neçə illər məşqdən sonra bacarır artıq, bilir, bacarır. Burada C variantı olacaq. Hurry up, tell us, we are about to leave and you are still not ready. Deyir, tələs, biz də çıxmaq üzrəyik. Yəni, yaxın gələcəyə bildirir. Hər hansı bir planlaşdırılmış bir hərəkət yoxdur. Yaxın gələcəyə bildirir və biz deyir, çıxmaq üzrəyik. Sən amma deyir, hələ də hazır deyilsən. Okay, burada isə olacaq be about to. Ümumilikdə B, A, C. Yəni, Y variantımız düzgün cavabdır. Düzgün uyğunlaşdırdım. Mən bir dəqiqə, yox, sorry. B, C, A. A variantımız uyğun cavabdır. Okay. 13-cü testimizə baxırıq. Choose a correct option to complete the sentence. Tom likes playing chess and when I told him I enjoyed it too, he said. Müəllimlər, necə ki biz tag question'da budaq cümləyə deyil, baş cümləyə tag question veririksə, eyni zamanda so, neither kimi qısa cavablarda da həmçinin baş cümləyə istinad etməliyik. Tom likes playing chess və burada and var. Anddən sonra bilirsiniz ki, baxırıq. Və buradan sonra budaq cümlə gəlir. When I told him budaq cümlədə I enjoyed it olan hissə isə baş cümlədir. Və biz baş cümləyə əsasən baxacağıq. I enjoyed it too. Cümləmiz təsdiqdədir. İnkarı çıxırıq. Və cümləmiz keçmiş zamandadır. Ona görə C və A variantını da çıxırıq. Biz çünki əgər cümlə keçmişdədirsə, biz so, neither qaydasında bilirsiniz ki, keçmişə istinad edib biz yəni variantımızı seçirik. Və cümləmiz keçmiş zamandadırsa, biz indiki zamanı seçə bilmərik. Və he said, o dedisə, o deyir ki, yəni mən də. Onda mən niyə so did he verim ki? Axı o dedi, he said deyir. Mən deyir ona deyəndə ki, mən də ondan, məsələn, Tom deyir ki, şahmat oynamağı xoşlayır. Və mən ona deyəndə ki, mən də ondan zövq alırdım. O dedi ki, mən də. Yəni, təbii ki, Tom deyir ki, mən də. Təbii ki, bu zaman he ilə deyil, I ilə verilməsi düzdür. So, did I. Deməli, D düzgün cavab olacaq. 14-cü testə baxırıq. Which option is appropriate in the given sentence? Does online shopping save time? Does köməkçi fe'li mübtədədən əvvələ keçib. Deməli, burada bir inversiya baş verir. Bu sentdə inversiya baş vermir. Deməli, bu variantı biz çıxırıq. Hardly when qaydasında və no sooner qaydasına çıxırıq. Çünki hardly də past perfect, when də past simple. No sooner də past perfect, cəndən sonra past simple işlənir. Burada isə bir sadə zaman görürük. Buna başqa da cümləmizdə baxırıq, mənasına baxırıq ki, cümləmizin mənasında təsdiq var, inkar deyil. Neither nor ola bilməz. B düzgün cavabdır. İndi gəlin tərcümə edək. Deyir ki, online alış-veriş, not only does online shopping save time. Deyir ki, online alış-veriş nəinki vaxta qənaət edir. But also it helps you order a variety of products sitting in the comfort of your home. Qeyd edim ki, bu in the comfort of your home bizim dərsimizdə olan bir idiomdur. Yəni evdə deməkdir, at home. Və deyir o həmçinin ətdə, demək evdə oturaraq müxtəlif, yəni məhsulları sifariş etməyə də həmçinin kömək edir. Yəni B variantı düzgün cavabdır. İnkarda vermək məntiqli deyil. Eyni zamanda neither norsa, neitherdən sonra inkar və deməli inversiya yaranmışsa, oradan sonra da inversiya yaranmalıdır. Yəni o baxımdan da C variantı düzgün cavab deyil. B
B variantı düzgün cavabdır. 15-ci testə baxırıq. Which articles are appropriate in the given sentence? Article. Hansı variantda article uyğundur? Global warming, qlobal istiləşmədir. Bu bir termindir, ümumi bir anlayışdır və hər hansı bir article-a ehtiyac yoxdur. Və to the world, dünya vahidli bildirən isimdir. Bilirik ki, the world, z article işlənir. Və as a whole, bütövlükdə bu bir ifadədir. Bütövlükdə as a whole, article-dan işlənməlidir. Ona görə B variantını çıxırıq, C variantımız düzgün cavabdır. Okay, 16-cı testə baxırıq. Water is that it makes up almost of the human body by weight. Gəlin ikinci hissəsinə baxaq, kəsr sayımıza baxaq. Kəsr sayında biz demişik ki, əgər bizim surətimiz birdən yuxarı rəqəm olarsa, bizim məxrəcimiz cəmlənir. Yəni, bax, burada search olmalıdır. Burada choose heç vaxt cəmlənə bilməz. Ona görə C, D variantını çıxırıq. Olmaz. Digərlərində to search görürük. Bundan başqa da müəllimlər suyun vacib bir əhəmiyyəti var. Elə vacib əhəmiyyəti var ki, ifadəsi ofla verilir. Ona görə A-dır. Təxminən, about və yaxud da haqqındadır mənasında məntiqli deyil və yaxud da üçün mənasında məntiqli deyil. Baxın, ya deyə bilərik ki, water is very important ya da is so important that şəklində verə bilərik. Əgər isim formasında veririksə, o zaman belə quruluşlar ofla verilir. Of such great importance. Görürsünüz, burada importance isimdir. İsim forma olanda artıq ofla verilir. So, elə vacib bir əhəmiyyətə malikdir ki, bu zaman artıq oflu birləşmə ilə verir bu quruluşları. Ona görə A variantımız düzgün cavab olur. 17-ci testə baxırıq. Which option best completes the given situation? Baxaq görək, ən yaxşı verilən situasiyonu ən yaxşı tamamlayan hansıdır? You and your sister are on the way to your hometown. Sən və sənin bacın öz şəhərinizə doğru olan bir yoldasınız. Şəhərinizə doğru gedirsiniz. She is a music addict who has a bad habit of listening to a song over and over if it is stuck in her head. Deyir ki, o musiqi aludəçisidir. Hansı ki, bir mahnı onun ağlına ilişib qalanda, həmin mahnıya dəfələrlə qulaq asmaq kimi pis bir vərdişi var. You don't know how many times you have listened to the same song since you set off. Deyir ki, siz yola düşəndən bəri eyni musiqiyə neçə dəfə qulaq asdığını artıq bilmirsən. You will be driving for another 6 hours. Daha 6 saat yol gedəcəksən. And you are fed up with that. Və bundan artıq təngə gəlmirsən. You rudely, baxın, rudely, kobud şəkildə refuse to listen to it one more time by saying. Yəni, ona bir daha qulaq asmaqdan kobud şəkildə imtina edərək deyirsən. If you insist on listening to that song once again, I'll kick you out of the car. Deyir ki, əgər sən eyni mahnını yenidən qulaq asmağa təkid etsən, mən səni maşından vurub çıxardacağam. İtəliyib səni maşından çıxardacağam. Bəli. A variantını düzgün cavabdan da görürsünüz, rudely, kobud şəkildə imtina edir həm də. I can happily change the CD. Burada deyir ki, mən xoşbəxt, sevinərək, yəni deyir, diski deyir, çevirərəm, əgər sən fərqli bir şey qulaq asmaq istəyirsənsə. Burada hər hansı bir kobudluq yoxdur, nəzakət var. This song is so great that I think I'll make it my wedding entrance song. Bu isə tamam ləzzətli bir fikirdir. Burada deyir ki, bu musiqi çox möhtəşəmdir, hansı ki, mən onu toya daxil olarkən, yəni toyun girişindəki musiqi kimi istifadə edəcəm. Bu məntiqli deyil. I have all the albums of the singer. Burada da həmçinin bu musiqiçinin bütün albomları var. I am one of his most dedicated fans. Yəni mən onun ən çox azarkeşlərindən, fanlarından, yəni biriyəm. Pəstişkarlardan biriyəm, bu da düz deyil. Shall we play another song from the playlist I've created on my MP3 player? MP3 player'da deyir ki, yaratmış olduğum playlistimdən, musiqi listimdən, siyahımdan deyir. Başqa bir musiqi qulaq asa bilərik. Təbii ki, başqa bir musiqini deyir, oxuda bilərik. Burada da bir nəzakət var. Kobud şəkildə bir məna yoxdur. Yəni, ona görə də Y variantı da düzgün deyil, A variantımız düzgün cavabdır. 18-ci testə baxırıq. Read the paragraph and choose the best explanation for the proverb used. Deməli, baxaq görək atalar sözünə ən uyğun gələn cavab hansı olacaq? When the manager announced the new company policy, many employers were unhappy with the changes, especially those who had to take an additional tasks. Menecer deyir ki, şirkətin yeni siyasətini elan edən zaman çoxlu işçilər, xüsusilə də əlavə tapşırıqlar etməli olan işçilər dəyişikliklərlə bağlı sevinmədilər, kədərləndilər. However, the manager remained firm and said, deməli, ancaq ki, menecer öz fikrində qətiyyətli qaldı və dedi, you can't make an omelet without breaking the eggs.
Burada nədir? Yəni əziyyət çəkməsən, bəhrəsini görə bilməzsən. Yəni hər hansı bir uğur qazanmaq üçün çətinliyə qatlaşmalısan. Insisting that, təkid edərək ki, some discomfort was inevitable for overall improvement. Yəni bütövlükdə bir inkişaf üçün müəyyən bir narahatlıq qaçılmazdır. A variantı. People should never make changes if others are affected. Əgər başqaları təsirlənərsə, insanlar heç vaxt dəyişiklik etməməlidir. Məntiqli deyil. A successful result often requires making sacrifices or causing disruption. Bəli, B variantı düzgün cavabdır. Uğurlu nəticə qurban vermək və yaxud da ki, müəyyən bir narahatlığa səbəb olmağı tələb edir. Yəni uğurlu nəticə əldə etmək üçün müəyyən qurbanlar verməlisən və yaxud da müəyyən bir narahatlıq hissi keçirməlisən. Müəyyən bir çətinliyə qatlaşmalısan. Yəni çətinlik çəkməsən, bəhrəsini görməzsən, əziyyət çəkməsən, bəhrəsini görməzsən, B düzgün cavabdır. C variantı da komanda işi deyir ki, həmişə tək bir cəhddən yaxşıdır. Burada komanda işi ilə bağlı bir məqam yoxdur. Food related metaphors are useful in business deyir ki, yeməklə əlaqəli olan metaforlar biznesdə faydalıdır. Bu da əlaqəli deyil. Employees should learn how to cook under pressure. Deyir ki, işçilər təzyiq altında necə yemək pişirməyi öyrənməlidirlər. Burada heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə hərfi tərcüməsi nədir? Yəni sən yumurta sındırmadan omlet pişirə bilməsən. Yəni ürəyin omlet istəyir, amma eyni zamanda da yumurta əziyyət çəkib yumurta sındırıb pişirmək istəmirsən. Bu mümkün deyil axı. Yəni əziyyət çəkməsən, o omleti də yeyə bilməzsən. Əziyyət çəkməsən, bəhrəsini də görməzsən. Deməli B düzgün cavabdır. 19-cu testə baxırıq. Choose the word that cannot collocate with a given word. Bu bizim dərslimizdə olan collocationlardır. Fire up imagination hansı bir təsəvvürü təşviq etmək, canlandırmaq deməli mənasındadır. Consume books, yəni çoxlu kitab oxumaq deməkdir. Handle the problem, problemi həll etmək deməkdir. Take the consequences, nəticələrini qəbul etmək, məsuliyyət üzərinə götürmək. Provide imagination ifadəsi yoxdur. Yəni təsəvvürü təmin etmək məntiqli deyil. Məsələn, fire up imagination var, stimulate imagination var, amma provide yoxdur. Y düzgün cavabdır. 20-ci testdə bizdən logical order, dialoqdakı məntiqi ardıcılığı bizdən istəyir. Burada bizim düzgün cavabımız A variantıdır. Gəlin ardıcılıqla baxaq. Birinci deyir ki, hey Jasmine, how is your day going so far? Deyir, hey Jasmine, günün necə keçir? B variantı, not bad actually. Pis deyil, çox pis deyil. Həqiqətən, I managed to finish the client report this morning. Mən deyir, bu səhər müştərinin məruzəsini tamamlamaq bacardım. Bəs sən? A variantı, well, I have been working on a proposal for the regional conference next month. Mənsə deyir, gələn həftə regionun konfransı üçün təklif üzərində işləyirəm. C variantı, really, həqiqətən, that's impressive, bu təsirlidir. Have you already submitted it to the committee? Sən artıq onu deyir, komitəyə təqdim etmisən. D variantı, I am planning to do that by Friday. Ardıcılıqla görürsünüz, deyir, təqdim etmirsən. Deyir ki, mən onu cümə gününə qədər etməyi planlaşdırıram. I still need to finalize a few sections. Yəni, bir neçə bölmələri tamamlamalıyam. Mən hələ bir neçə bölmələri tamamlamalıyam. Bəli, tamamilə uyğundur, A düzgün cavabdır. 21-ci testdə bizdən Cerondu soruşur. Baxırıq birinci cümləmizə. Reading books before bedtime helps me relax. Əgər ayıncılı söz cümləmizin əvvəlində gəlib, sonra bizim xəbərimiz gəlirsə birbaşa, deməli bu Ceronddur. Və deyir ki, yatmazdan əvvəl kitab oxumaq rahatlaşmağa kömək edir. Bir düzdür. The Shining Stars, burada parlayan ulduzlar hansı ulduzlar? Parlayan an, fe'li sifət birdir. The Barking Dog, hürən it hansı it? Hürən it. Ya da The Dog is barking şəklində verə biliriksə, deməli burada fe'li sifət birdir. Və yaxud da 2-dəki baxın, The Stars are shining şəklində verə biliriksə, deməli fe'li sifət birdir. They enjoyed dancing. Enjoy fe'lindən sonra gələn ing gerunddur. 4 gerunddur. The crying baby, burada fe'l sifət birdir, ağlayan uşaq. The baby is crying şəklində verə biliriksə, fe'l sifət birdir, hansı uşaq? Ağlayan uşaq. Wouldn't stop even after being fed. After sözündən sonra gələn ing gerund sayıldığı üçün B də düzgün cavabdır. Yəni yedirildikdən sonra da ağlayan uşaq dayanmırdı ki, dayanmırdı. Deməli 1, 4, 5 Y variantımız bizim düzgün cavabdır. 22-ci testimizə baxırıq. Which option best completes the given paragraph? Verilən paragrafa ən yaxşı tamamlayan ifadəmiz hansıdır? It was a dark and freezing Thursday night on Mount Elbrus, the highest peak in the Caucasus Mountains, when a snowfall hit 19 climbers attempting to reach the Russian top. Demək deyir ki, qaranlıq və soyuq bir deməli cümə axşamı idi.
cümə axşamı idi. Demək, Elbrus dağında qaranlıq və soyuq bir cümə axşamı gecəsi idi. Hansı ki, Qafqaz dağlarında ən yüksək zirvə olan Elbrus dağında soyuq və qaranlıq cümə axşamı gecəsi idi. Nə zaman ki, qar çoğunu belə deyək, Rusiya zirvəsinə çatmağa çalışan dırmaşan şəxsləri, 19 dırmaşan şəxsə deməli, qar çoğunluğuna təsirinə məruz qalır. Strong winds, limited visibility and temperatures as low as burada 20 olmalıdır, 2 səhv gedib. 20 minus Celsius degree began to harm the group, prompting them to seek assistance shortly after 5 p.m. local time. Demək deyir ki, güclü küləklər, məhdud görünmə və 20 Celsius, mənfi 20 Celsius dərəcə qədər aşağı bir temperatur qrupa ziyan vurmağa başladı. Onları yerli vaxtla tezliklə saat 5-dən sonra kömək axtarmağa vadar edərək. 4 more people, daha deyir 4 insan, passed away after reaching the summit. Yəni zirvəyə çatdıqdan sonra daha 4 insan deməli öldü, dünyasına dəyişdi. 2 of whom froze in the endless storm. Hansı ki, bu bitməz bilməyən bir tufanda 2 nəfəri dondu. Baxın, bu bizə zaten ipucudur. Daha 4 insan öldü. Daha 4 insan. Deməli, əvvəlcə də kiminsə ölümü haqqında məlumat verilir və burada Y variantı düzgün cavabdır. On the way to the peak. Bax, bunlar zirvəyə doğru çıxartmağa çalışırlar, düzmü? Və deyir ki, zirvəyə gedən yolda two women had already lost their lives in the arms of the guides. 2 qadın artıq bələdçilərin qolları arasında öz həyatlarını itirmişdi. Bax, 2 qadın itirmişdi və sonra deyir ki, daha 4 insan da zirvəyə çatandan, daha 4 insan isə deyir, zirvəyə çatandan sonra dünyasını dəyişdi. İkisi də ki, dondu. Deməli, Y variantı burada düzgün cavabdır. Həmin məntiqi ardıcılığa əsasən. Ki, əvvəlcə 2 insan ölür və sonra burada 4 more people deməsi daha 4 insanın da ölməsi. Yəni, deməli, əvvəl nə qədərsə insan ölüb ki, biz sonra deyik ki, daha 4 insan da öldü zirvəyə çatandan sonra. Ona görə də düzgün cavabımız müəllimlər Y variantıdır. Another climber shattered his leg deyir. Başqa, yəni çıxan, dırmaşmaq istəyən insan, alpinist belə deyək, qıçını sındırdı. And guides were injured by frostbite and other factors və şaxtadan və digər faktorlardan bələdçilər də zədələndi. The surviving mountaineers were rescued by the Russian Air Mobile Rescue Team. Sağ qalan deyir alpinistlər Rus hava hərəkət demək xilas etmə komandası tərəfindən xilas edildi. Düzgün cavabımız Y variantıdır. Digərlərinə gəlin baxaq. After the rescue call, burada deyir ki, xilas etmə zəngindən sonra the hardest part was spending hours in the freezing cold waiting for help. Digər deyir, ən çətin hissə soyuq, dondurucu soyuqda köməyi gözləyərək vaxtların keçirməsi oldu. Bu məntiqli deyil. Çünki burada 4 daha insanın ölməsindən söhbət gedir. Burada hər hansı bir xilas etmə deməli zəngindən söhbət getmir. Çünki bunlar sadəcə kömək axtarırdılar. Ona görə bu düzgün deyil. Həm də 4 daha insanın ölməsinə görə də burada düz deyil. After intense research by helicopter in such terrible weather conditions, the entire team. Bax, burada deyir ki, bütün bir komanda tapıldı və xilas edildi. Amma biz artıq gördük ki, 4 insan ölüb, məsələn, ikisi onların donub. Yəni, ölənlər var, axı, hamısı tam bütün komanda xilas edilməyib, bax, ona görə düz deyil. Due to bad weather, pis havaya görə, the climbers had to descend approximately 1,000 meters to be airlifted by army helicopters, which took several days. Deyir, pis havaya görə alpinistlər təxminən 1000 metr aşağıya yəni enməli oldular ki, onlar ordu helikopterləri vasitəsilə hansı ki bir neçə günlər çəkmişdi bu. Deməli, orada helikopterlər vasitəsilə yuxarı qaldırılsın. Bax, bu da yanlışdır. Çünki bundan sonra nəyə görə indirir ki, 4 daha insan öldü və sonda deyirik ki, bu Rus xilas etmə komandası tərəfindən xilas edildi. Ona görə bu da düz deyil. According to a statement, search and rescue teams were deployed to the scene. Deyir ki, verilən məruzəyə əsasən deməli, axtarış və xilas etmə komandaları həmin yerə gətirildi. Yəni, bu da düzgün deyil. Çünki sonda biz görürük ki, xilas etmə komandası gəlir. Cümlənin ortasında bu fikir demək yanlışdır. Düzgün cavab Y variantı oldu. 23-cü testimizə baxırıq. Inversiyansı cümlədə səhv şəkildə verilib. Not until olanda, mürəkkəb cümlədə, not until olanda bizim budaq cümləmizdə yox, baş cümləmizdə inversiya baş verir. Not until I saw his face. Bax, bu isə bizim bağlayıcı ilə başladığı üçün budaq cümlə sayılır.
Did I recognize him olan isə baş cümləmizdir və bizim inversiyamız baş cümləsində olmalıdır və did köməkçi feili I mübtədasına əvvələ keçib. Düzdür. Never before sadə cümlədə, yəni inkarı bildirən söz olduğu üçün, əvvələ gəldiyi üçün had köməkçi feili I mübtədasına əvvələ keçib inversiya baş verib, düzdür. Only when olanda bizim, bax bura qədər olan only when the sun set began the temperature. Okay. Only when the sun set. Bax bu bizim budaq cümləmizdir. Baş cümləmizdə inversiya baş verməlidir. Amma əsas feil deyil, köməkçi feilimiz cümlənin əvvəlinə gəlməli idi. Did the temperature begin olmalı idi. Ona görə səhv soruşduğu üçün C düzgün cavabdır. We have won the match, shouted Mike. Direct speech-də biz inversiya edə bilərik. Mike shouted da deyə bilərik. Shouted Mike da deyə bilərik. Yəni feil sonra mübtəda işlənib, xəbər sonra mübtəda işlənib. Düzdür, yəni. At the top of the hill, məkan istiqamət bildirən sözlərimiz cümlənin əvvəlinə gələndə əsas feilimiz, baxın, əsas feilimiz mübtədadan əvvələ keçir. A lone shepherd-dir, lone yalnız deməkdir burada. Tək tənha olan, yəni çoban öz sürüsünə baxaraq, deməli, təpənin zirvəsində dayanmışdır. At the top of the hill əvvələ gəldiyi üçün əsas feil mübtədadan əvvələ keçir. Bax, inversiya mövzusunda bu məqama diqqət etmək lazımdır. Yəni, düzdür, burada səhvlik yoxdur. Digər bütün məqamlarda demək olar ki, köməkçi feildən istifadə edirik inversiya edərkən. Amma gördüyümüz kimi direct speech-də bizim xəbərimiz mübtədadan əvvəl keçir, köməkçi feildən istifadə etmirik. Məkan istiqamət bildirənlərdə biz əsas feili mübtədadan əvvələ keçirik, köməkçi feildən istifadə etmirik. Okay, davam edək 24-cü testimizə. Which option best completes the given dialogue? Verilən dialoqu ən yaxşı tamamlayan hansıdır? Daisy görə nə deyir ki, Violet deyir ki, a pigeon, göyərçin, how on earth did this happen? Deyir, bu necə baş verdi? Yəni təəccüblənir. Bu necə baş verdi? Daisy deyir ki, as far as I remember, xatırladığım qədərilə, it was thanks to a carrier pigeon. Bu, patsəlyon göyərçin, yəni daşıyıcı göyərçin sayəsində olmuşdu. Yəni, patsəlyon göyərçin sayəsində olmuşdu. Despite being injured, zədələnməsinə baxmayaraq, she was able to deliver the message. O mesajı çatdıra bilmişdi. While I was speechless with amazement, təəccübdən, yəni nitqim tutuldu. Yəni, danışmaq sözüm yoxdur. Okay, A variantına baxırıq. I was shocked when I learned a pigeon can navigate by sensing the Earth's magnetic field and using the sun for direction. Əgər cümləyə baxsaq, görürük ki, burada ümumiyyətlə göyərçinlər haqqında ümumi bir məlumat var. Yəni, keçmişdə baş verən bir hadisə haqqında yoxdur. Hansı ki, cümlədə deyir ki, patsəlin göyərçin sayəsində olmuşdu. O, zədələməsinə baxmayaraq mesajı çatdıra bilmişdi. Keçmiş zamandan söhbət gedir. Amma burada deyir ki, mən öyrənəndə təəccübləndim ki, göyərçin deməli, yer kürəsinin o maqnetik sahəsini hiss edərək can navigate, yəni hərəkət edə bilir. Bunu deyir öyrənəndə mən deyir təəccübləndim. Yəni, bu ümumi bir fikirdir. Bu, bütün göyərçinlərin bir xüsusiyyətini ifadə edir və using the sun for direction və istiqamət üçün deyir günəşdən istifadə edir göyərçin və yer kürəsinin maqnetik sahəsindən istifadə edərək hərəkət edə bilir. Yəni, bu ümumiyyətlə göyərçinlərin ümumi xüsusiyyətini ifadə edir. Yəni, konkret bir situasiyadan söhbət getmir. Last night, I watched a documentary about World War I. Bax, deyir ki, keçən gecə mən Birinci Dünya müharibəsi haqqında sənədli bir filmi izlədim and learned that a pigeon saved nearly 200 soldiers və öyrəndim ki, göyərçin təxminən 200 əskəri xilas edib. Bəli, B düzgün cavabdır və Violet o zaman deyir ki, pigeon, göyərçin, yəni bu necə baş verib keçmişdə, yəni bu necə baş verib? Və bu zamanda Daisy izah edir ki, bu patsəlyon göyərçin sayəsində olub. Zədələnməsinə baxmayaraq o mesajı gətirib çatdıra bilib. Yəni, mesajı gətirib çatdırdığına görə, ona görə də 200 əskəri xilas edə bilib ölümdən. B düzgün cavab. C variantında deyir ki, did you know that the pigeon has served humankind as a symbol, a source of food and a messenger over the centuries? Burada deyir ki, sən bilirdin ki, göyərçinlər rəmz, simvol, yəni qida mənbəyi və əsrlərcə bir elçi olaraq bəşəriyyətə xidmət göstərib. Yəni, bu ümumiyyətlə baş verən bir hadisədir. Burada demir ki, bu necə baş verdi, yəni təəccübləncə bir məqam yoxdur burada. Amma 200 əskəri xilas etməsi, bu artıq sual yaradır ki, bu necə baş verdi. D variantına baxırıq. Mesopotamian cuneiform tablets are said to mention the domestication of pigeons more than 5 millennia ago. Yəni, burada ümumiyyətlə deməli, göyərçinlərin əhliləşdirilməsi haqqında danışır ki, Mesopotamiyanın o mixi yazılarına əsasən
deməli, göyərçinlərin əhləşdirilməsini deyir, xatırladan yazılar var. Yəni, bu da məntiqli deyil bununla əlaqəli. Burada təəccüb doğuran nə var ki? It is estimated that 200,000 homing pigeons were used during World War I and World War II and they were essential to the strategies of various armies. Deyir ki, hesab edilir ki, təxmin edilir ki, 200 min göyərçin 1-ci Dünya müharibəsi və 2-ci Dünya müharibəsi ərzində istifadə olunmuşdu və onlar müxtəlif orduların strategiyaları üçün vacib idi. Yəni, burada ümumiyyətlə keçmişdə 1-ci Dünya, 2-ci Dünya müharibəsində göyərçinlərin vacib olması haqqında danışır. Yəni, burada təəccüb doğuracaq bir məqam yoxdur ki, bu necə baş verdi. Amma 200 əskəri xilas etməsi bir göyərçinin təbii ki, təəccüb doğurur və bu sualı yarada bilir. Ona görə də düzgün cavabımız B variantıdır. İndi isə gəldi bizim paragrafımıza, mətnimizə. Gəlin bir-bir mətnimizi oxuyaq, sonra isə testlərini keçid alacağıq. Anorexia is a disease that sufferers of which try to stay as thin as possible by routinely refusing to eat. Anoreksiya deməli, xəstələrin, artıq sufferers, yəni bundan əziyyət çəkən insanlar, yəni xəstə deyə tərcümə edə bilərik. Anoreksiya xəstələrin davamlı olaraq yeməkdən imtina edərək mümkün qədər arıq qalmasına çalışdığı bir xəstəlikdir. While it disproportionately affects females and most of the cases often begin in mid-adolescence, baxın, mid-adolescence, it also afflicts men and boys and can be diagnosed in children as well as older adults. Deyir ki, əsasən qadınları, baxın, əsasən qadınları təsir etməsinə və yeniyetməlik dövrünün ortalarında əsasən bu halların baş verməsinə baxmayaraq, həmçinin kişilərə və oğlan uşaqlarına da təsir edir və uşaqlarda, həmçinin yaşlılarda olduğu kimi uşaqlarda da diaqnoz qoyula bilər. However, it should be noted that it can occur in people of all genders, ages, races, ethnicities, body shapes and weights and socio-economic statuses. Deyir ki, halbuki qeyd edilməlidir ki, bu bütün deməli cins, yaş, irq, etnik qruplar, bədən formaları və çəkilər, həmçində sosio-iqtisadi təbəqələrdə olan bütün insanlarda baş verə bilər, meydana çıxa bilər. People who are experiencing anorexia nervosa may exhibit physical, behavioral and emotional symptoms, most of which may go unnoticed by family members or friends of the sufferer. Deməkdir ki, anoreksiya nervoza xəstəliyini keçirən insanlar fiziki, davranış və emosional simptomlar sərgiləyə bilərlər ki, hansı ki, onların əksəriyyəti xəstələrin ailə üzvləri və dostları tərəfindən hiss edilməyə bilər. The physical symptoms such as fiziki simptomlar, məsələn deməkdir, əzələ itkisi, zəiflik, soyuq əllər və ayaqlar, demək, solğun və quru dəri, appear due to the lack of nutrients that body needs, yəni bədənin ehtiyacı olduğu qida maddələrinin yoxluğu səbəbindən meydana çıxır. Bu fiziki olan simptomlar idi. The behavioral symptoms, davranış simptomları, which are more likely to be noticed early than physical and emotional manifestations, hansı ki, fiziki və emosional simptomlardan daha tez hiss edilə bilən davranış simptomları, are complaints of stomach aches, davranış simptomlarına hansı şikayətlər daxildir? Qarın ağrısı, fatigue, yorğunluq, əzginlik, denial of hunger, aclığın inkar edilməsi, yəni elə hər zaman deyir ki, mən ac deyiləm, inkar edir ac olmasını. And eating unusual and odd food combinations, həm də qeyri-adi, qəribə, yəni qidalardan yemək, bunlar daxildir. The emotional symptoms, on the other hand, are depression, anxiety and unwillingness to engage in activities or relationships. Emosional simptomlar nədir? Depressiya, narahatlıq və müəyyən bir fəaliyyətlərdə və yaxud da əlaqələrdə iştirak etməmək istəyi. Baxaq indi 25-ci testimizə. It can be understood from the passage that anorexia is a kind of eating disorder that deyir, mətndən başa düşülə bilər ki, anoreksiya yemək pozğunluğunun bir növüdür, hansı ki, develops in only some specific group. Bax, burada only sözünün verilməsi yanlışdır. Burada deyir ki, ancaq bir neçə spesifik qruplarda, məsələn, kasıblarda və böyük insanlarda baş verə bilər. Xeyr, biz mətndən gördük ki, bütün növ, deməli, baxın, all genders, age, bütün növ irqlərdə, yaşlarda baş verə bilər. Ona görə bu fikir yanlışdır. Ana çıxırıq. Can be easily treated on condition that it is diagnosed in the early stage. Erkən yaşlarda diaqnoz qoyularsa deyir, o şərtlə asanlıqla müalicə edilə bilər. Yəni, biz bu haqda ümumiyyətlə mətnin asanlıqla müalicə edilməsi haqqında bir cümlə görmədik.
causes its sufferers to attend social activities and build more relationships. Burada deyir ki, xəstələrin ictimai fəaliyyətlərə qoşulmasına və daha çox əlaqələrin yaradılmasına səbəb edir, təşviq edir. Xeyr, əksinə, əziyyət çəkən insan istəmir fəaliyyət növlərində iştirak etsin, əlaqələrdən qaçır. D variantı, mostly starts in the middle of puberty. Puberty deməli, yeniyetməlik deməkdir. And affects females more than males. Bəli, D variantı düzgün cavabdır. Əsasən, yeniyetməlik dövrünün baxın ortasında baş verir. Hansı ki, biz burada mid-adı olasınız gördük. Və deyir disproportionally affects female. Yəni, əsasən qadınlara təsir edir. Bax, burada da eyni zamanda deyir ki, and affects females more than males. Kişilərdən daha çox qadınlara təsir edir. Bəli, D düzgün cavabdır. Results from fatigue, denial of hunger and unusual or peculiar eating habits. Burada deyir ki, əzginlikdən, aclığın inkar edilməsindən, qeyri-adi və xüsusi yemək vərdişlərindən yaranır. Xeyr, bu yanlışdır. Əksinə, anoreksiya xəstəliyi bunlardan yaranmır. Sadəcə olaraq anoreksiya xəstəliyi bunlara səbəb olur. Yəni, insan anoreksiya xəstəliyinə tutulandan sonra əzgin olur, ondan sonra yemək, aclıq hissini inkar eləyir. Yəni, bu da düzgün fikir deyil. Bu, xəstəlikdən sonra baş verir. Yəni, bunlar xəstəliyə səbəb olur. 26-cı testimizə baxırıq. It is clearly stated in the passage that family members and friends of people who are suffering from anorexia. Demək, burada aydın şəkildə deyir, mətndə deyilir ki, anoreksiya xəstəliyindən əziyyət çəkən insanların ailə üzvləri və dostları, baxaq görək, may not realize the symptoms of anorexia that these people are experiencing. Bəli, A variantı düzgün cavabdır. Bu xəstəliyi keçirən insanların simptomlarını anlamaya bilər. Hansı ki, biz bu fikri, deməli, biz bu fikri burada gördük. Baxın, they are noticed by family members or friends. Hansı ki, deyir, bu simptomların əksəriyyətini ailə üzvləri və dostları hiss etməyə bilər. Unnoticed, hiss etməyə bilər. Ona görə də, bəli, A variantımız düzgün cavab olur. B variantı deyir ki, can understand that there is something wrong with them. Deyir, orada onlarla bağlı nəyinsə yolunda getmədiyini anlaya bilərlər. Xeyr, görür ki, anlaya bilmirlər. Ignore changes in their behaviors, although they notice them. Onları hiss etməsinə baxmayaraq deyir, onların rəftarlarında olan deyir, o dəyişiklikləri əhəmiyyət vermirlər. Xeyr, yəni ümumiyyətlə görmürlər, hiss etmirlər. Should force them to eat the foods. Burada biz elə bir məqama rast gəlmədik ki, yəni ailə üzvləri, dostları onları yemək yeməyə məcbur etsinlər. Belə bir fikir yox idi. Should be kept responsible for the development of the disease in people who are so close to them. Onlara yaxın olan insanlarda bu xəstəliklərin deyir inkişafında onlara görə məsuliyyət daşımalıdır. Xeyr, yəni ailə üzvlərinin məsuliyyət daşıması haqqında da bir fikri görmədik biz mətndə. A düzgün cavabdır. 27-ci testə baxırıq. It can be concluded from the passage that people with anorexia. Deməli, mətndən belə bir nəticəyə gələ bilərik ki, anoreksiya xəstəliyinə tutulan insanlar are inclined to refuse to eat with their family members. Bax, bu yanlışdır. Burada deyir ki, ailə üzvləri və dostları ilə demək, coming up with excuses, yəni bəhanələr gətirərək, ailə üzvləri və dostları ilə yemək yeməkdən imtina etməyə meyillidirlər. Belə bir fikir biz görmədik ki, orada ailə üzvləri ilə yemək yemək istəməsinlər. Xeyr, onlar ümumiyyətlə yeməkdən imtina edirlər. B variantı, avoid eating anything for fear that they may gain weight. Bəli, anoreksiya xəstəliyinə tutulan insanlar yemək yeməkdən boyun qaçırırlar, qorxurlar ki, onlar çəkiləri arta bilər. Və nəticədə də neynədilər? Fiziki, davranış və emosional simptomlar özünü göstərir. Vəziyyətlərində müəyyən bir çətinliklə qarşılaşırlar. Bəli, B düzgün cavabdır. C variantında have so inconsistent feelings that their friends may not make out how they will react in a situation. Deyir, onların elə qeyri-sabit hissləri olur ki, onların dostları onların situasiyada, hər hansı bir situasiyada necə reaksiya verdiklərini çözə bilmirlər, anlaya bilmirlər. Bu da məntiqli deyil, belə bir şey görmədik onların qeyri-sabit hissləri haqqında. D variantı, experience sudden muscle and weight loss, qəfil deməyə əzələ və çəki itkisi ilə deyir, qarşılaşırlar. Yet they don't regard it as a health problem. Baxmayaraq ki, onlar bunu sağlamlıq problemi hesab etmirlər. Yəni belə bir fikirdə rast gəlmədik. Yəni qəfil, yəni əzələ itkisi okey gördük, amma qəfil əzələ itkisi ilə rastlaşmadıq və yaxud da ki, onların bunu problemi hesab etmədiklərini də görmədik bu fikrə. Y variantında tend to wear silk clothes all the time. Deyir ki, hər zaman qalın paltarlar geyinməyə meyillidirlər ki, ümumiyyətlə bu paltar mövzusunda belə bir şey rast gəlmədik. Çünki əllərində və ayaqlarında, ya hətta yayda belə əllərində və ayaqlarında soyuqluq səbəbindən qalın paltarları geyinmək istəyirlər. Yəni belə bir fikri də biz mətndə rast gəlmədik. B düzgün cavabdır. 28-ci testə baxırıq. Complete the given sentence with the appropriate tag question.
uyğun tag questionla tamamlayacağıq. Nobody knows why he left the company so suddenly. Biz budaq cümlələrdə baş cümləyə tag question veririk. Nobody knows təsdiq deyil, inkar cümləsidir, çünki nobody var. Deməli, biz inkar olan variantları hamısını çıxırıq və nobody'dən istifadə edə bilmərik. Yadınızda saxlayın ki, tag question'da yalnız şəxs əvəzlikləri işlənməlidir. Və knows indiki zamanda olduğuna görə C variantını çıxarıb A variantını düzgün cavab olaraq seçirik və törəmələrin tag question'ı əgər body və one ilə bitirsə Z ilə əvəz olunur, sing ilə bitirsə, məsələn, something desə it ilə əvəz olunur. Ona görə biz zaten burada did he də verə bilməzdik. Yəni Z mütləq şəkildə Z ilə əvəz olunmalıdır, A düzdür. 29-cu testə baxırıq. Complete the conditional sentence with the appropriate option. Uyğun bir variantla şərt budaq cümləsini tamamlayaq. If you don't water the plants regularly. Əgər siz bitkiləri müntəzəm olaraq sulamasaz, bu faktdır. Əgər biz bitkiləri müntəzəm şəkildə sulamasaq nə edəcək? Təbii ki, fakt olaraq onlar quruyur. B variantı düzgün cavabdır. So get dry. Burada deməli zero conditionaldır. Hansı ki, fakt ümumi gerçəkliyi bildirir. 30-cu testə baxırıq. In which option is the reported speech used correctly? Düzgün cavabı tapmalıyıq biz reported speechdə. Melanie said me olmaz. Told me that olardı. Yanlışdır. Melanie tolddan sonra to gəlməz. Yanlışdır. C variantında tolddan sonra birbaşa z gəlməz. Yanlışdır. Told me that olmalıdır. Ona görə yanlışdır. Melanie said that she had traveled abroad anymore. Bax, anymore varsa cümlə inkarda olmalıdır, təsdiqdədir. Ona görə düz deyil. Y variantımız bəli düzgün cavabdır. Melanie said that she hadn't traveled. Zamanında düzdür və hadn't-a görə anymore da düzdür. Y düzgün cavabdır. 31-ci testə baxırıq. Match the word to the definitions correctly. Düzgün şəkildə sözləri definitionlarına uyğunlaşdırar. Flexibility, elastiklik, yəni hər hansı bir vəziyyətə uyğunlaşma deməkdir. The ability to change to suit new conditions or situations, yəni yeni vəziyyətə, situasiyalara uyğunlaşmaq üçün dəyişmək qabiliyyətidir. Bir A variantıdır. Watch or read forms of media or taking information from them. Yəni mediadan, sosial şəbəkələrdən məlumatlar oxumaq və onlardan informasiya qəbul etmək konzumdur. A difficult or problem that delays or prevents something, nəysə qarşısına alan və yaxud da ki, ləngidən hər hansı bir çətinlik, problem, setbackdir, çatışmazlıq, çətinlik. C variantıdır. Demək, A, C, B, C variantımız bizim düzgün cavabdır. 32-ci testə baxırıq. Mark the sentence that best paraphrases the original statement. Paraphrase ilə bağlı olan bir cümləmizdir və biz ən yaxın cavabı seçməliyik. Empathy is crucial in reducing aggressive behavior. Deməkdir ki, empatiya aqressiv rəftarı azaltmaqda vacibdir. Which is one of the most important steps to build a happier society. Daha xoşbəxt cəmiyyət qurmaq üçün ən vacib addımlardan biridir. A variantına baxarıq. Creating a happier society without empathy. Bu yanlışdır. Çünki empatiyasız demir. Empatiyanın xoşbəxt cəmiyyətin qurulmasındakı rolunu deyir. Ona görə yanlışdır. In order to make a happier community, empathy has one of the most important roles with great necessity in decreasing aggressive behavior. Yəni demək olar ki, bu cümlədə uyğundur. Sadəcə orada burada böyük bir ehtiyac hissəsi verilən cümlədə yoxdur və biz əlavə bir fikir buraya daxil edə bilmərik. Ona görə yanlışdır. Empathy which helps to reduce hostile behaviors. Baxın, aggressive hostile ilə sinonim olaraq əvəz olunubdur. Crucial isə important ilə əvəz olunubdur. To build a happy society. Bəli, C düzgün cavabdır. Empatiya hansı ki, şiddətli rəftarın azalmasına köməkdir. Extremely important, olduqca vacibdir daha xoşbəxt cəmiyyətin qurulmasında. Yəni C düzgün cavabdır. D variantda hostile behaviors that cause unhappiness. Bax, belə bir şey biz bu cümləmizdə belə bir fikir yoxdur ki, şiddətli, yəni aqressiv rəftarlar bədbəxtliyə səbəb olur. Yəni belə bir şey görmədik ki, biz burada aqressiv rəftarın bədbəxtliyə səbəb olması haqqında fikir yoxdur. Empathy, which is a prerequisite for a happy society, occurs with the reduction of hostile behaviors. Burada deyir ki, daha xoşbəxt cəmiyyət üçün ön şərt olan empatiya və hostile, yəni aqressiv rəftarların azalması ilə meydana çıxır. Yəni empatiya bununla meydana çıxır demək məntiqli deyil. Yəni sadəcə aqressiv hərəkətlərin azaldılmasında vacibdir, yoxsa bu azalma ilə meydana çıxır demək məntiqli deyil. C variantımız düzgün cavabdır.
33-cü testə baxırıq. Verilən cümləmizdə sözlərdən cümlə qurmalıyıq və bizim 33-cü testimizdə düzgün cavab A variantıdır. Birbaşa cavabı oxuyacağım. The Sahara Desert, səhra adları Z artiklına işlənir. Sahara səhrası, deməli, is the largest hot desert, ən böyük isti səhradır in the world, dünyada. Bu da düzdür, baxın, is the largest hot desert in the world. Bilirik ki, söz önlü ifadələrdə üstədə in the world-da sifətin üstünlük dərəcəsi işlənir. Yəni, dünyada ən böyük isti səhradır. Which covers, sonra təyin budaq cümləsi gəlir. Which covers, bir, an area, hansı ki ərazini əhatə edir. Necə ərazini? About 9 million square kilometers of Africa. Yəni, Afrikanın təxminən 9 milyon kvadrat kilometrli bir ərazisini əhatə edir. A düzdür. 34-cü testdə altına xətt çəkilmiş sözlərin antonimini tapmaq lazımdır. Widespread acclaim, müəllimlər, geniş yayılmış bir deməli tərifdir və əksi limited olacaq. Yəni, məhdudlaşmış tərif. Bir var geniş miqyaslı, geniş yayılmış tərif, bir də var məhdud tərif. Humble təvazökardır, arrogant isə loğa təkəbbürlü deməkdir, antonimidir. A düzgün cavabdır. General approval, burada ümumiyyətlə bunu antonim kimi götürə bilmərik, yəni ümumi razılıq deməkdir. Humble da təvazökardır, modest da təvazökardır, uyğun deyil, sinonimdir. Harsh criticism, yəni sərt tənqid, ümumilikdə götürmək olar, amma proud burada fəxr edici deməkdir. Bu təvazökarlığın əksi o deyil. Passive də eyni zamanda bax, təvazökarlıqdırsa, əksi loğ olmalıdır. Proud olmur, passive passivdir, vizron geri çəkilmiş, yəni gördüyünüz ki, heç bir uyğun deyil. Düzgün cavab A variantıdır. 35-ci testdə bizdə numerala bağlı olan testimizdir. The new submarine was designed to operate at, demək, yeni sualtı gəmisi 3000 metr dərinlikdə hərəkət etmək üçün dizayn edilmişdir. Və dərinliyə bizi ifadə olaraq 3000 metrdirsə, müəllimlər, 3000 metrdirsə, əvvəla burada S olmalıydı. Bax, bu B variantından çıxırıq. Daha sonra depth sayıldığı üçün depths olardı və meters burada cəmləndiyi üçün artikl işlənməzdir, yanlışdır. Və dərinlik, 3000 metr dərinlik deyəndə, dərinlik sonda deyil, əvvəldə işlənməlidir. Baxın, C-də düzgün cavab burada. A depth of 3000 meters, yəni 3000 metr bir dərinlikdə, bax, ona görə C düzdür. A variantında 3000 metr dərinlik, 3000 metr dərin, burada görürsünüz, çatmır burada. Burada sözün uyğunluğu çatmır. Burada bir isim olmalıdır. Yəni sifət deyil. Ona görə də düzgün cavabımız olur C variantı. 3000 metr bir dərinlikdə. Çünki ətdən sonra, sözündən sonra isim gəlməlidir. Amma at 3 meter deep sifət gəlir. Yəni isim yoxdur deyə uyğun deyil. Sözündən sonra bilirsiniz ki, isim gəlməlidir. 36-cı testə baxırıq. Which of the options present the most coherent order of the sentences in the passage? Burada isə uyğunluğu tapmalıyıq. 36-cı testimizdə də bizim düzgün cavabımız B variantıdır. Baxırıq 1-ə. The lighthouse, mayak, which is with its brilliant light, guides ships safely through dangerous waters. Ümumiyyətlə variantları bu tipli testlərdə bütün bir cümlələrin hamısını birinci oxumaq lazımdır. Oxuyandan sonra fikirləşməliyik ki, birinci cümlə nədən başlamalıdır? Burada ümumiyyətlə mayaklardan söhbət gedirsə, birinci cümlənin başlaması məntiqlidir. Deyir, öz parlaq işığı ilə mayak, deməli, gəmiləri təhlükəli sulardan təhlükəsiz şəkildə keçməsinə bələdçilik edir. Okay, bir düzdür. Sonra deyir ki, but behind this helpful beacon lies a long and fascinating history. Deyir ki, amma bu yardımcı işığın arxasında deməli, uzun və valeh edici bir tarix yatır. Okay, ikinci tarixindən söhbət gedir. Və sonra deyir ki, the history of lighthouses dates back to the ancient civilizations like the Greeks and Egyptians. Mayakların tarixi Yunan və Misirlilər kimi qədim sivilizasiyalara gedib çıxır. Okay, tarixi davam edir. Sonra deyir ki, in the past davam edir keçmişdən. Keçmişdə lighthouses, yəni mayaklar, deməli, neft lampaları ilə yandırılırdı, işıqlandırılırdı və daimi baxıma tələb edirdi. Sonra isə gəlir ki, in the past keçmişi deyir, sonra gəlir müasir. Müasir light mayakları isə güclü elektrik lampalarına və avtomatlaşdırılmış sistemlərdən yəni istifadə edir. Yəni tamamilə ardıcıllıq düzgündür. Birinci, giriş olaraq mayaklar haqqında danışır, sonra onların tarixini vurğulayıb, keçib tarix haqqında danışır, sonra isə yəni keçmişdəki mayaklar necə olur, onu dedikdən sonra müasir dövrdə necə olur deyir və fikir bitir. B düzdür.
37-ci testdə bizdə mürəkkəb cümlənin sadə cümləyə çevrilməsini istəyir. She studied so hard for the exam and as a result she got the highest score in the class. O dedi imtahan üçün çox çalışdı və nəticədə sinifdə ən yüksək nəticəni əldə etdi. Deməli, müəllimlər, burada baxırıq. Əvvəla bizdən sadə cümləyə çevrilməsini istədi. Because olan cümləmiz bizim mürəkkəb cümlə olduğu üçün çıxırıq. Və burada da həmçinin mürəkkəb cümlə bilirsiniz ki, 2 cümlədən ibarətdir, çıxırıq. Her exam result was high as she studied very hard. Bax, bu da mürəkkəb cümlə olduğu üçün çıxırıq. Yəni, B, D, G mürəkkəb cümlədir. Bizə sadə cümlə lazımdır. A və C variantı sadə cümlədir. Sadəcə olaraq biz burada C variantını seçəcəyik, A variantını deyil. Nəyə görə? Çünki deyir, o çox çalışdı müəllimlər. Əvvəlcə çalışıb, hərəkət daha əvvəldir. Keçmişdə baş verib. Çalışdı, sonra imtahana gedir. Düzdürmü? Zaman fərqi olduğuna görə biz onu perfectlə verməliyik. Əvvəlcə hazırlaşıb, sonra isə sinifdə ən yüksək nəticəni əldə edib. C düzgün cavabdır. Yəni A variantını götürsə, sanki eyni zamanda hazırlaşdı və eyni zamanda imtahan verdi. Bu məntiqli deyil. Çünki imtahana birinci hazırlaşırsın, sonra artıq hazırlaşdığın keçmişdə qalır, sonra növbəti gün gedirsən imtahan verirsən. C düzdür. 38-ci testə baxırıq. Because he had studied the map carefully, he didn't get lost. O xəritəni diqqətlə oxuduğu üçün, öyrəndiyi üçün o itmədi. Və burada biz qısaltma etməliyik verilən cümlənin. Və biz bilirik ki, səbəb budaq cümləsində qısaltma edərkən biz səbəb bağlayıcılarını atırıq və biz budaq cümlədə qısaltma edirik. Had studied olduğuna görə having studied ilə əvəz edəcəyik. Baxın, studying olmaz, being studied məchul növdə olmaz. Having, being studied davam edicilik yoxdur burada. Ona görə B, C, D variantını çıxırıq. Y variantına baxaq. Studied də participle to ilə də verilə bilməz. Deməli, fe'l sifət 1 formasını almalıdır və past perfect olduğu üçün perfect participle işlənməlidir. Having studied demək carefully. Əvvəlcədən diqqətlə öyrəndiyi üçün o deyir itmədi. Bəli, A düzgün cavabdır. 39-cu testə baxırıq. Higher education much more accessible to students in the last few decades. Baxın, burada in the last few decades bizə ipucu verir. Zaman olaraq bilirik ki, in the last few decades ifadəsi perfect, present perfect işləndiyi üçün has become olmalıdır. Və deyir ki, ali təhsil thanks to the widespread use of the internet, yəni internetdən geniş istifadə sayəsində son bir neçə 10 illikdə şagirdlərə ali təhsil şagirdlər üçün daha əlçatan olub, has become. Without which disadvantaged students can fall behind their peers. Hansı ki, bunsuz, yəni internetsiz bundan məhrum olan şagirdlər öz həmyaşıdlarına geri qala bilərdi. Baxın, could fall burada ehtimalı bildirir, qala bilər. Yəni bilirsiniz ki, could, might indiki zamanda possibility'ni bildirir. Ona görə də C düzgün cavabdır, ehtimalı bildirir. Çünki internet olmasaydı, bu zaman interneti olmayan şagirdlər öz həmyaşıdlarına geri qala bilər. 40-cı testimizə baxırıq. Artıq bizdən buradan sinonimi soruşur. The speaker delivered an eloquent speech. Eloquent müəllimlər, bəlağətli nitq. Yəni təsirli nitq olmalıdır. Bu da expressive düzgün cavabdır. Emotional da ola bilər, emosional, amma burada emosional deyil də, emosional hər zaman expressive olmur. Burada təsirli, yəni dinləyicini özünə cəlb edən bir nitqdən, bəlağətli bir nitqdən söhbət gedir. That truly resonated with the audience. Tamaşaçılarla bağlı, resonated əlaqəli, bağlı deməkdir. Bu da connected. Düzgün cavabdır, B düzgün cavabdır. Clumsy yöndəmsizdir, yəni bu sinonim olaraq götürülə bilməz. Faded soğuğun deməkdir. Silent sakit deməkdir. Echoed, yəni echo veriləndən təkrarlanan. Brief qısa deməkdir. Declined aşağı düşən, tənəzzül edən mənasında mənfi anlamlı bir sözdür. Declined. Emotional, emosional weekenddə zəifləmiş. Yəni bu da məntiqli deyil. Yəni tamaşaçılarla zəifləmiş, məntiqli deyil. Əlaqəli, resonated də əlaqəlidir, connected də əlaqəlidir sinonim olaraq və express və eloquent də bir-biri ilə sinonimdir. B düzgün cavabdır, əziz müəllimlər. Və sonda da testin cavabları da var. Siz artıq testi zaten link şəklində də etmişsiniz. İnşallah ki, YouTube-a yerləşdirəndən sonra bu videonu yenə də linki yerləşdirəcəm ki, YouTube-da izləyicilər ola bilər ki, linki görməyiblər, etməyiblər. Yəni linki edib sonra da istəsəniz izahlara baxa bilərsiniz. Belə əziz müəllimlər, artıq imtahana da son günlər qalıb. Ümid edirəm ki, bu testlərdən, bu izahlardan çox şey öyrəndiniz. İnşallah ki, bu sınaq sizin uğurunuzun bir parçası olar. Burada olan hansısa bir məqam imtahanda sizə kömək olar. Hər birinizə uğur arzulayıram. Şansınız açıq olsun. İnşallah ki, əziyyətinizin, çəkdiyiniz əziyyətin bəhrəsini görərsiniz və
uğur qazananlardan olarsınız, sevinənlərdən olarsınız. Hər birinizə uğurlar arzulayıram. Hələlik sizlərdən xoş xəbər almaq ümidi ilə. Uğurlar.